Sekot həbsxanası. El Salvadorun Takaluka bölgəsində yerləşən və rəsmi adı ilə terrorizmlə mübarizə mərkəzi olan bu müəssisə təkcə Latin Amerikasının deyil, dünyanın ən böyük və ən sərt rejimli həbsxanalarından biri kimi tanınır. 2023-cü ilin əvvəlində istifadəyə verilən bu kompleks 40.000 məhkum üçün nəzərdə tutulub və hazırda burada 14.500-dən çox məhkum saxlanılır. Sekotun təhlükəsizlik tədbirləri misilsizdir. 19 müşahidə qülləsi, 9 metrlik 2 qat divarlar, 15.000 voltluq elektrikli tikanlı məftillər və səsli çınqıl döşəmələr məhkumların hər addımını izləmək üçün nəzərdə tutulub. Hər bir kamerada 156 nəfər yerləşdirilir, lakin bu say bəzən daha da artar. Məkan sıxlığı isə hər məhkuma cəmi 0,6 kvadrat metr sahə düşməsi ilə nəticələnir ki, bu da beynəlxalq standartların xeyli altındadır. Məkanın içərisindəki şərait isə daha da dəhşətlidir. 4 mərtəbəli döşəksiz və yorğansız metal çarpayılar, 24 saatlıq süni işıqlandırma, kameraların və silahlı mühafizəçilərin daimi nəzarəti altında həyat. Hər kamerada cəmi 2 ayaq yolu və 2 yuyunma yeri var. Su təchizatı isə xaricdən nəzarət olunur. Təcrid kameraları isə beton yataq, ayaq yolu və yuyunma yeri ilə təchiz olunur və məhkumlar burada 15 günə qədər saxlanıla bilər. Burada gəzinti də yoxdur, təhsildə, ünsiyyət isə sıfır. Məhkumların bədənindəki döymələr isə burada yeni bir dildən xəbər verir. Məsələn, MC13 yazısı ya da 3 nöqtə ölüm, sədaqət və sükut anlamına gəlir. Bəzilərində çarpaz bıçaqlar, skeletlər və əjdahalar var. Keçmişdəki qətillərin, sadiqlik antlarının ya da düşmənə verilən mesajların vizual formasıdır. Bu döymələr bir vaxtlar güc və hörmət simvolu idi. Amma Sekotda onlar damğaya çevrilib. Çünki hər döymə əlavə cəza, əlavə təcrid və daha dərin zülm deməkdir. Həbsxanada saxlanılan məhkumlar arasında yüksək rütbəli cinayətkarlar, müxtəlif cinayətlərdə ittiham olunanlar və bəzən hələ məhkəmə qərarı olmadan saxlanılan şəxslər də var. Mənbələrə görə bəzi məhkumlar kütləvi məhkəmələrdə müdafiə hüququ olmadan mühakimə olunurlar. Bu həbsxana insan hüquqları təşkilatları tərəfindən insan hüquqları üçün qara dəlik kimi təsvir olunur. Məkanın sıxlığı, qeyri-insani şərait və məhkumların hüquqlarının pozulması ilə bağlı ciddi tənqidlər mövcuddur. Sekotun divarları arxasında baş verənlər təkcə cinayətkarların deyil, həm də insan hüquqları və ədalət prinsiplərinin ciddi şəkildə sınağa çəkildiyi bir reallığı əks etdirir.